Türkiyə əsilli siyasətçi Almaniyada əyalətə rəhbərlik edəcək. Bazar günü Almaniyanın Baden-Württemberg əyalətində keçirilən seçkilərdə Yaşıllar Partiyası qalib gəlib. Yaşılların Türkiyə əsilli üzvü Cem Özdemir, mühafizəkar CDU Partiyasının üzvü Manuel Hageli az fərqlə keçərək əyalətin kansleri olmaq yolunda ən real namizədə çevrilib. Seçkinin nəticələrinə uyğun olaraq Baden-Württemberg əyalətində iqtidar koalisiyası qurulsa, Cem Özdemir Almaniya tarixində ilk Türkiyə əsilli əyalət kansleri olacaq. Bu nəticə həm Almaniyadakı Türkiyə icması, həm də ümumilikdə Almaniya siyasətində inklüzivlik baxımından tarixi dönüş nöqtəsi kimi qəbul edilir. Cem Özdemir 21 dekabr 1965-ci ildə Baden-Württemberg əyalətinin Urach şəhərində anadan olub. Atası Abdullah Özdemir 1963-cü ildə Türkiyənin Tokat şəhərindən fəhlə kimi Almaniyaya mühacirət edib. Anası Nihal Özdemir də Almaniyaya köçərək dərzi işləyib. Cem Özdemir sosial pedaqogika üzrə təhsil alıb və 1994-cü ildə sosial pedaqoq dərəcəsinə yiyələnib. Tələbəlik illərində yerli qəzetlərdə jurnalist kimi işləyib. Gəncliyində TSV Urach handbol komandasında qapıçı olub. Özdemir siyasi karyerasına 1981-ci ildə Yaşıllar Partiyasında başlayıb. 1994-cü il seçkilərində sosial-demokrat siyasətçi Leyla Onurla birlikdə Almaniya Federal Parlamentinə daxil olub və ölkənin Türkiyə əsilli ilk 2 deputatından biri olub. O, 2004-cü ildən 2009-cu ilə qədər Avropa Parlamentində işləyib. Bu müddət ərzində Xarici Əlaqələr Komitəsində çalışıb və Türkiyənin Avropa Birliyi üzvlüyünü müdafiə edib. 2008-ci ildə Yaşıllar Partiyasının həmsədri seçilib. Bununla da Almaniyada ilk Türkiyə əsilli siyasi partiya lideri olub. O, bu vəzifəni 2018-ci ilə qədər tutub. 2013-cü ildə Almaniya Federal Parlamentinə qayıdıb və 2021-ci ildə bir daha özü də ən yüksək səs faizi olan 40% səslə Yaşıllar Partiyasından deputat seçilib. Elə həmin il qurulan hökumətdə o, Federal Kənd Təsərrüfatı Naziri vəzifəsi ilə Almaniya tarixində federal səviyyədə nazir vəzifəsi tutan ilk Türkiyə əsilli siyasətçi olub. 2024-cü ildə koalisiyasının dağılması zamanı o, Federal Təhsil və Tədqiqat Naziri vəzifəsini də öz üzərinə götürüb və eyni vaxtda 2 nazir vəzifəsi tutan nadir şəxslərdən olub. Nəhayət, 2024-cü ildə Cem Özdemir Baden-Württemberg kansleri vəzifəsinə namizədliyini açıqlayıb. O, partiya qurultayında nümayəndələrin 97%-nin səsini alaraq rəsmi şəkildə kansler namizədi seçilib. 2026-cı il əyalət seçkilərində də qalib gələn Özdemir, doğulduğu Baden-Württemberg əyalətinin kansleri olmaq üçün sadəcə koalisiyanın qurulmasını gözləməlidir.